Direktor mavini şagirdi döyür, ürəyi soymur, araya girən xadiməni də döyür. Bir də bu məktəbin halına baxın. Şagirdi soyundurub onu videoya çəkiblər. Nərdə oynayan bəyin 4 dostu həbs edilib. Həftəni keyfinizi pozan xəbərlərlə bitirmək istəməzdim. Amma təəssüf ki, bu mənim əlimdə deyil. Yadınıza gəlir, məktəb açılmamışdan qabaq nə demişdik? Dedik, məktəblər açılan kimi gündəmi zəbt eləyəcək. Elə də oldu. Hələ 11 gündür tədris ili başlayıb. Məktəbdən gələn xəbərin sayını isə itirmişik. Düzdür, əslində bu hadisə ötən tədris ilində baş verib. Amma xəbər indi üzə çıxıb. Bu səfərki hadisə Lənkəranın Zövlə kənd məktəbində yaşanan hadisədir. Yox, bu məktəbdə pul yığmırlar. Amma pul yığsalar bundan yaxşı idi. Deməli, direktor mavini şagirdi döyür, ürəyi soymur, araya girən xadiməni də döyür. Direktor mavini belə olan bir məktəb necə şagird yetişdirə bilər? Hətta deyilənə görə bu hadisədən sonra işdən uzaqlaşdırılıb, sonra təzədən işə qayıdıb. Amma sosial şəbəkədə yaranan etiraz dalğası bu direktor mavininin göz yaşlarına baxmayıb. Onun işinə xitam veriblər. Mənim empati hissim tam olaraq yerindədir. Mən başa düşürəm ki, məktəbdə bəzi şagirdlər özlərini hədsiz dərəcədə pis aparır. İnsanı hövsələdən çıxardırlar. Lakin məktəbin idarəçiləri də səbirsiz davranacaqsa, onda o şagirdlər necə yetişdirilə bilər? İnsanın zorakı yolla sakitləşdirilməsinə şahid olan uşaqlar böyüyüb niyə vəhşi olmasın ki? Uşaq nəyi görürsə, onu da götürür. O direktor mavinin götürüb Masalının Türkoba kəndindəki məktəbə vermək lazımdır. Çünki o məktəb elə baxımsız vəziyyətdədir. Orada işləmək əsl cəzadır. Bir də bu məktəbin halına baxın. Buradan 700 bal yığacaq şagird necə çıxsın? Burada necə alim yetişdirmək olar? Yaxşı ki, Azərbaycan çox da aktiv seismik zona deyil. Yoxsa bu məktəbin bir zəlzələli canı var. Məktəbin halına baxanda görmək olur ki, burada məsələ restavrasiyadan keçib. Bunu tamamilə söküb yenisini tikmək lazımdır. Neynə yığışaq bu məktəbə təmir pulu yığaq, kart hesabı paylaşaq. Orada oxuyanlar da bizim balamızdır da. Ümid edirəm aidiyyatı qurumlar bu məktəbin halını nəzarətə götürər. Bir də nəzarətə götürülməli olan məktəb 281 nömrəli məktəbdir. Orada şagirdlərin bir şagirdə zorakılıq etdiyinə dair xəbərlər ortaya çıxıb. Şagirdi soyundurub onu videoya çəkiblər. Başlayıb partantində gəlib huşu gedib. Huşu gedəndən sonra dostlar da sinifdə soyundurublar. Elə videoza da çəkiblər. Dedilər ki, uşağa bıçaq çıxarıblar, qorxudublar oğlanlar. Elə də soyundurublar. Və buna məktəbdən gələn açıqlama o olub ki, o zərər görən şagird elə özü də sözə baxan olmayıb, ona görə uşaqlar ona təzyiq göstəriblər. Təzyiq? Sizcə bu təzyiqdir, bu tərbiyəsizlikdir. Təzyiq başqa cür olur. O uşaq sabah bunun təsirindən çıxa bilməsə, fəsadlarına kim cavabdeh olacaq? Ora məktəb deyə hansısa adada sağ qalmağa çalışan insanların yeri deyil. Onu eləyən uşaqların valideynləri ilə dərindən söhbət eləmək lazımdır. Görək uşaqlar kimdən öyrənib, kimisə soyundurub video çəkməyi. Uşağa təməl tərbiyə evdən verilir. Burada məktəbli bir şey yoxdur. Yenə də deyirəm, nadinc olmaq ayrı şeydir, tərbiyəsiz olmaq ayrı. Biz də məktəbdə oxumuşuq, biz də sinif yoldaşımıza sataşmışıq. Amma buna görə bizim valideynimizə xəbər getməyib. Məktəb söhbətini qurtardıq, indi keçək toyda dostların özünü işə salmasına. Deməli, gəlin maşınının qarşısını kəsib, nərdə oynayan bəyin 4 dostu həbs edilib. Yolun ortasında nərdə oynadıqları üçün toya aid olmayan maşınların da yolunu kəsiblər. Və beləcə tıxac yaranıb. Və indi oturub toydan yığılan pulları sayır. Dostlar isə hələ 4 gün gözləməli olacaq. Çünki onlara bu nadincliyə görə 4 sutka həbs verilib. Hadisəyə haqq qazandırmaq kimi olmasın. Təki ölkədə bütün həbslər, hadisələr belə ola. Pis hadisələr bizim elimizdən, obamızdan həmişə uzaq olsun. Bütün Azərbaycanın bir ürəyə dönməsinin 5-ci ili gəlir. 5 il əvvəl bugün ağlımıza gəlməzdi ki, hamımızın həyatı bir neçə saat sonra dəyişəcək. Təsəvvür eləyə bilməzdik, növbəti gün tarixin yazıldığı 44 gün başlayır. 27 sentyabr Azərbaycanın şanlı zəfərinin başladığı gündür və bu zəfərdə canından keçən şəhidlərimizin anım günüdür. Bəzən adama yuxu kimi gəlsə də 30 illik həsrətimiz bitib. O torpaqlara gedəndə adam daha çox başa düşür ki, necə çətin coğrafi yerlərdə döyüş gedib. Vətən üçün döyüşən qazilərimizin, veteranlarımızın Allah canını sağ eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Hər birinizin qarşısında xalq olaraq baş əyirik.